Xoş gördük sizi, hörmətli tamaşaçılar. Mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bugün də çox maraqlı bir həkimlə qarşınıza gəlmişik. Suallarımız doktora çox olacaq. Bugünkü qonağımız həkim, otonevroloq, vestibuloloq, qulaq-burun-boğaz həkim Aqil Ağayev olacaq. Doktor, xoş gəlmisiniz ilk öncə studiyamıza. Sizi studiyada görməyimizə çox məmnunuq. Dəvətimizi qəbul elədiyinizə görə, geri çevirmədiyinizə görə minnətdaram. Doktor, bugünkü sizə ünvanlayacağımız suallar birbaşa da olmasa bilavasitə eşitmə zəifliyinə də gətirib çıxara bilər və yaxud bu xəstəliklərin, bu simptomların bir neçəsini yaşayanlar eşitmə itkisindən və qulaqda küydən də əziyyət çəkən pasientlərdir. Ona görə də eşitmə zəifliyiniz varsa, siz də bu videoya çox diqqətlə qulaq asın. Çünki bu suallar sizə də veriləcək cavablar yardımcı ola bilər. Doktor, Menier xəstəliyindən ilk öncə danışmaq istəyirəm. Daha doğrusu sizə o sualı ünvanlamaq istəyirəm. Nədir bu xəstəlik? Xəstəlikdirmi? Və bu sualın cavabından sonra növbəti bir sual, bu xəstəlik sonrasında eşitmə itkisinə səbəb ola bilərmi? Bu haqda zəhmət olsa pasientlərə açıqlama verərsiniz. Çox sağ olun suala görə. İndi bunu daha rahat başa düşmək üçün, anlamaq üçün birinci yəqin ki anatomiyadan başlamaq lazımdır. Daxili qulaq bizdə iki hissədən ibarətdir. Biri vestibulyar funksiyaya cavabkardır, o biri eşitməyə cavabkardır. Və bu iki struktur daxili qulaqda, bu labirintlər bir-birinə bağlıdır. Və o labirintlərin içində maye var. O maye endolimfa adlanır. Və bu endolimfanın həcmi çoxalanda və orada təzyiq artıranda insanda baş gicəllənmə baş verə bilər. Bir də eşitmə zəifliyi ola bilər. Qulaqda tıxanlıq hissi yarana bilər. Və bu hal Menier xəstəliyinin tutması adlanır. Bu hal gidrops adlanır. Bu halda dediyim kimi şiddətli baş gicəllənmə yaranır. Qulaqda dolğunluq hissi yaranır, səs-küy yaranır və eşitmə zəifliyi də yaranır. Yalnız bir tərəfdə. Bir tərəfli proses olur. Çox nadir hallarda olur ki, yəni ki, bu kazuistik hallar sayılır, iki tərəfli olsun, amma adətən bir tərəfli olur. Avtomatik növbəti bir sual. Menier xəstəliyinin müalicəsi varmı və siz müalicədə pasientlərə hansı metodu məsləhət görürsünüz, hansı müalicə üsulunu məsləhət görürsünüz? Çox təəssüf ki, bu xəstəlikdə səbəbi tam bilinmir, nəyə görə olursa. Nəyə görə bu gidrops olunur, nəyə görə bunun həcmi çoxalır, bu endolimfa həcmi çoxalır, nəyə görə təzyiq qalxır, bilinmir. Müalicəsi də tam yox edən müalicə də çox təəssüf ki, yoxdur. Amma bizim məqsədimiz, əsas məqsədimiz odur ki, bu tutmalar maksimal dərəcədə az olsun və tutma olanda pasient bilməlidir ki, nə etmək lazımdır. Onun üçün biz təklif edirik ki, onun üçün xüsusi diyeta lazımdır. Minimal dərəcədə duz qəbul olunmalıdır. Kofein, alkoqol minimal dərəcədə, imkan daxilində ümumiyyətlə olmamalıdır. Bir də həyat tərzini tam dəyişilməlidir. Əgər tutma oldusa, onun üçün xüsusi dərmanlar var. Bu gidropsu və təzyiqi azaltmaq üçün xüsusi dərmanlar yazılır. Baş gicəllənmənin qarşısını almaq üçün xüsusi dərmanlar yazılır və tutma arası da ayrıca diyetana dərmanlar yazılır. Belə hallar olur ki, pasientdə biz lap nəzərə alsaq da, kontrola alsaq da, bu vəziyyəti pristuplar, tutmalar çoxala bilər və çox ağır keçir və insana yaşamağa qoymur. Baş gicəllənmə o dərəcəyə gəlir ki, insanda ürək bulanma, qusma və artıq yemək də yeyə bilmir, ayağı dura bilmir. Belə hallarda biz artıq keçirik cərrahi müalicəyə. Orada belə deyim də minimal zədələyən müalicə var, bir də aqressiv müalicə də var. Minimal xəsarət verən cərrahi müalicə nə ola bilər? Təzyiqi azaltmaq üçün eşitmə borusuna, təbil boşluğuna tüb yerləşdirilir. Yəni ki, qulaq pərdəsi belə bir balaca kəsik aparılır və ora tüb yerləşdirilir ki, təzyiq biraz azalsın.
İkinci belə az xəsarətli olan əməliyyat bizdə xüsusi boru var, endolimfatik borunu. Onu artıq kəsirlər və ya orada da şunt qoyulur və təzyiq azalır. Belə halda eşitməni saxlamaq olar. Aqressiv metodlar nədir? Ya təbil boşluğuna gentamicin vurulur, transtimpanal inyeksiya olunur və belə halda həm labirint, yəni ki, kimyəvi labirintektomiya olur və insan tam karlaşa bilər. İkinci metod cərrahi labirintektomiya, hansı ki, misal üçün ya sinir kəsilir, vestibulyar və koklear sinir kəsilir və insan artıq düzdür, tutmalar artıq olmur, amma insan tam kar olur. Biz maksimal dərəcədə çalışırıq ki, o dərəcəyə getirməyik. Pasientlər çox vaxtı yəni ki, gəlirlər, deyirlər ki, bəs doktor çarə tapın, artıq dözə bilmirəm. Biz başa salırıq ki, bəs daha yaxşı olardı ki, siz konservativ müalicə keçəsiz. Çünki operativ müalicə çox aqressivdir və invalid dərəcəyə gətirə bilər. Doktor, bir sual da yaranır. Bu xəstəliyin konkret bir yaşı varmı? Və yaxud 45 yaşından sonra daha çox görülür, 65 yaşdan aşağı görülür və yaxud istənilən yaşda mı bu ola bilər, bu Menier xəstəliyi? Bəli, bunda belə bir kriteriyalar yoxdur. Bu adətən 20 yaşdan sonra yarana bilər, bəli. 20 yaşda təzə-təzə bu pristuplar, tutmalar çox çəkmir və belə intensiv olmur. İlk mərhələsi. Ola bilsin 2 ildən bir dəfə, 4 ildən bir dəfə ola bilər. Sonra get-gedə artmağa başlayır. Doktor, növbəti suala keçid almaq istəyirik. Vertigo. Onunla bağlı istəyirik suallarımıza cavab verəsiniz. Nədir vertigo? Vertigo bir xəstəlikdirmi? Vertigo bir problemdirmi? Vertigo əslində xəstəlik sayılmır. Bu sadəcə simptomdur. Bəli. Vertigo ingilis dilindən baş gicəllənmə kimi tərcümə olunur. Yəni ki, vertigo diaqnozu qoymaq olmur. O, bilirsiniz nəyə bənzəyir? Misal üçün, insana deyirlər ki, sizdə öskürək diaqnozu var. Hələ olmur, axır öskürəyin bir səbəbi var. Bir neçə dənə səbəbi ola bilər. Vertigo da həmçinin belə. Simptomdur. Bəli, o simptomdur, sadəcə simptomdur. Vertigonun açıqlaması da yəni baş gicəllənməsi. Baş gicəllənmə, sadəcə baş gicəllənmə. Vertigonu necə müalicə edirik? Vertigon müalicə eləmək olurmu? Bəli, vertigo əgər birinci vertigonun səbəbini tapmaq lazımdır. Və səbəbi tapılandan sonra təbii ki, onun müalicəsini də eləmək olur. Dəqiq diaqnoz qoyulandan sonra ona əsasən biz müalicə yaza bilərik. Bir də doktor, son vaxtlar pasientlər arasında artıq kristallar yerindən oynayıb. Getdik həkimə, dedilər ki, kristallar yerindən oynayıb. Nədir bu kristallar? Kristallar yerindən oynayanda nə baş verir? Bunlar haqqında istəyirəm biraz da açıqlama verəsiniz. Bu, yəni ki, söz boş yerinə yaranmayıb. Çünki həqiqətən daxili qulaqda, vestibulyar hissəsində belə bir anatomik struktur var. Onun içi belə deyək kristallarla doludur. Amma o kristallar həmişə daimi bir yerdə qalır. Amma nadir hallarda bu kristal öz yerindən çıxa bilər və yarım dairəvi kanalın içinə düşə bilər. Kristal yarım dairəvi kanalın içinə düşəndə insan başını qaldırarkən, başını nəyinsə dalınca əyərkən ya uzanan vəziyyətdə başını döndərəndə bizim beynimiz yanlış bir siqnal alır ki, güya bizdə nəsə hərəkət var. Və onda insanda şiddətli, az müddətli bir baş gicəllənmə yaranır. Bu hal xoş xəstəlik, pozitsion paroksizmal baş gicəllənmə adlanır. Bu nəyə görə xoş xəstəlik? Çünki həyata və sağlamlığa heç bir təhlükə yaratmayan bir haldır və bunun müalicəsi də əgər diaqnoz düzgün qoyulubsa, vaxtında müəyyən olunubsa, onun asan bir müalicəsi var. Xüsusi bir manevrlardır. Əgər arxa yarım dairəvi kanallarda problem varsa, onun öz manevrları var. Əgər qorizontal yarım dairəvi kanallarda problem varsa, onun öz manevrları var. Onu 80 və 90% hallarda həkim
müayinəsi zamanı o kristalları yerinə salmaq olur. Nadir hallarda olur ki, alınmır. Və belə halda həkim məsləhət görür ki, bu məşqləri, bu manevrları evdə davam etsin. Və bir müəyyən vaxt keçəndən sonra kontrolda yenidən diaqnostik testlər olunur və aşkar olunur ki, hər şey düzəlib. Belə misal üçün deyim, insanın qolu yerindən çıxanda bu mexaniki problemdir, düzdür? Siz tonlarla dərman içə bilərsiniz. O yerinə düşən deyil. Onun üçün xüsusi bir manevr hərəkət lazımdır ki, bu təzədən yerinə düşsün. Bəli. Bir problem var ki, bilmək olmur. Bu həmən hal 3 aydan sonra da yenidən əmələ gələ bilər, ya 5 ildən sonra əmələ gələ bilər. Və yaxud da heç əmələ gəlməz. Bəli. Yəni ki, belə bir ehtimal var sadəcə. Amma yenə də çarəsi var. İnsan artıq bilir, yəni ki, qorxulu bir şey yoxdur burada. Sadəcə bir-iki manevrla keçib gedəcək. Doktor, mən səhv etmirəmsə, siz Lor Hospitalda da bunun müalicəsi ilə məşğulsunuz və xüsusi aparatlar var ki, o dediyiniz hərəkətdə o klinikada icra edirsiniz. Verilişin sonunda Aqil doktorun biz nömrələrini, Instagram adresini və bütün məlumatlarını qeyd eləyəcəyik. Əgər sizdə də bu tipli problemlər varsa, doktora çəkinmədən həm telefonla, həm WhatsApp-la, həm də digər əlaqə vasitələri ilə yazıb soruşa bilərsiniz, qəbuluna da yazıla bilərsiniz. Doktor, qulaqda kuydən istəyirəm biraz danışaq. El arasında qulaqda küy, tinnitus dediyimiz bu problem, bu nədir, bu niyə yaranır? Orasında bir sual da istəyəcəm cavab verəsiniz ki, hər bir tinnitus yaşayan pasiyentin qulağında eşitmə zəifliyi olurmu? Yoxsa sadəcə tinnitus olan və eşitməsində heç bir problem olmayan insanlarda var? Zəhmət olmasa bu haqda biraz danışarsınız, doktor. Tamam. Çox sağ olun suallara görə. Tinnitus nə deməkdir? İnsanın ətrafında səs olmayan, amma özü bu səsi eşitmək deməkdir. Belə hallar çox vaxt eşitmə zəifliyinə bağlı olur. Bizdə daxili qulaqda tüklü hüceyrələr var, hansı ki bu səsi qəbul edir və beyninə ötürür. Və eşitmə zəifliyi olanda bu insanda beyin əgər bu səsi daimi qəbul eləmirsə, bu səsi özü ifraz eləməyə başlayır. Və onda insan başlayır deyir ki, bəs beynimdə, başımda səs var. Belə bir hal olur. Amma çox vaxt olur ki, eşitmə problemləri yoxdur insanda. Yəni ki, audiometrik testlərdən də keçir. Hamısı normal. Hamısı normal, hər şey normal, amma bu səsi eşidir. Burada araşdırma aparmaq lazımdır. Çünki bu damar səsi də ola bilər. Yəni ki, baş boyun damarlarda əgər aterosklerotik tutmalar varsa, tıxanmalar varsa, onda səs artıra bilər. Bəzi dərmanlardan ola bilər, səs-küy yarana bilər. Belə bir şey olanda həmişə nəzərə almaq lazımdır ki, əgər insan hansısa xroniki xəstəliklərə görə dərmanlar qəbul edirsə, o həmişə anotasiyanı oxuyub əks təsirlərini oxumalıdır. Orada adətən yazılır. Sinir sistemi qeyd olunur və orada tinnitus, səs-küy, belə bir şey yazılır. Əks göstərişlər ola bilər deyilir. Ola bilər dərmanlardan. Bir də təşviş pozuntusundan da ola bilər. Ümumiyyətlə, səs az miqdarda hər bir insan eşidə bilər. Bəlkə fikir vermirsiniz, sakit bir yerdə uzananda eşitirsiniz ki, bir balaca cingilti olur. Bəzi insanlar təşviş pozuntusu olanda beyin artıq başlayır fokuslanmağa. Adi balaca bir səsə başlayır fokuslanmağa. Bizim beynimizdə belə bir xüsusiyyət var ki, o hər şeyi şişdirə bilər. Adi az miqdarda olan səsi şişdirir və insanı başlayır narahat eləməyə. Belə hallarda biz təklif edirik ki, kognitiv davranış terapiyası lazımdır, psixoterapevt müayinəsi lazımdır. Nadir hallarda antidepressant qəbulu lazım olur. Doktor, o yəqin ki, yəni çox irəli dərəcəli, yəni yuxarı dərəcəli tinnituslarda olur da, yəni yüksək səsi daha yüksək qəbul eləyən, yəni problem daha çox. Yüksək tezlikli demək istəyirsiniz də. Bəli, bunların növləri var. Cingilti də ola bilər, uğultu da ola bilər, fit də ola bilər.
Yəni bu indi patologiyadan asılıdır. Bəli, siz dediyiniz çox vaxtı yüksək təzyiqli səslər olur, yəni ki, cingilti, fit və belə səslər. Tamam. Doktor, müalicəsi varmı problemin? Baxın, əgər səs-küy eşitmə zəifliyi ilə bağlıdırsa, belə halda biz birinci növbədə eşitmə zəifliyinin qarşısını almalıyıq. Lazım olsa iynə dərman, əgər o effekt verməyəndə eşitmə cihazları. Mən bilən eşitmə cihazlarda da xüsusi bir proqramlar var ki, hansı ki tinnitus'a qarşı mübarizə aparır belə. Belə halda yəni ki eşitmə zəifliyini qaydaya salmaq lazımdır. Əgər ürək damar sisteminə bağlıdırsa səs-küy, təbii ki, o tərəfdən müalicə aparılmalıdır. Yəni ki, kardioloq müayinəsi olunmalıdır, nevroloq müayinəsi olunmalıdır və bu patologiyaya qarşı müalicə alınmaq lazımdır. Əgər tinnitus hansısa bir dərmanların əks təsirindən bağlıdırsa, onda təbii ki, bu dərmanları əgər göstəriş varsa, əgər hansı həkim bu dərmanı yazıbsa, icazə verirsə, bu müalicəni dayandırmaq lazımdır. Sözünüzə qüvvət olaraq deyim ki, bizim təqdim elədiyimiz eşitmə cihazları belə, o tinnitus özəllikli cihazlar belə biz həmişə deyirik ki, bu xəstəliyi müalicə eləmir, biləsiniz. Necə ki, biz eynəyi taxanda 100% görürük, çıxardandan sonra zəif. Bu terapiyanı biz pasiyentə məsləhət görəndə biz nə edirik? İlk öncə qulağındakı səsə qarşılıq o proqramda neçə dənə səslər var. Bir qulaq astırırıq, dinlətdiririk ki, qulağınızdakı səs buna bənzəyir, yox, buna bənzəyir, yox, buna bənzəyir. Axırda o səs seçilir və gün ərzində 1 saatmı, 40 dəqiqəmi, gecə yatmağa az qalmış o terapiya kimi onu qəbul etməyə başlayır. Amma biz həmişə deyirik ki, bu yəni qulaqdan çıxandan sonra aparat yenə o səsin qayıtma ehtimalı var. Yəni o terapiya olunsa belə, yəni bir müddət sonra daimi gələk o terapiyadan tinnitus xəstəliyi olanlar yararlansınlar, yəni istifadə eləsin, o terapiyanı götürsünlər. Çox sağ olun doktor, ətraflı məlumata görə minnətdaram sizə. Sonda doktor, nə demək istəyirəm? Bu baş gicəllənməsi olan pasiyentlərə əsasən niyə göz ardı eləməsinlər? Bir neçə dəfə yaranırsa gün ərzində, həftədə ya ayda bir neçə dəfə bu baş gicəllənməsi yaşayırlarsa, niyə bu problemi göz ardı etməməlidirlər və vaxtında üstünə düşməsələr hansı fəsadlar yarana bilər? Onlar haqqında da biraz danışaq və yekunlaşdıraq verilişimizi. Əgər baş gicəlləmənin səbəbi vaxtında tapılmasa və vaxtında müalicə olunmasa, məsələn götürək Meniyer xəstəliyini. Meniyer xəstəliyində tutmalar tez-tez olanda və tutma zamanı eşitmə zəifliyi də olur bir anlıq. Amma erkən formada bu eşitmə zəifliyi təzədən bərpa oluna bilər. Amma əgər bu baş gicəllənmələr, tutmalar davamlı olsa, onda artıq bu eşitmə zəifliyi bərpa olunmaya bilər. Yəni ki, get-gedə eşitmə zəifliyi artıracaq və ağırlaşa gedəcək. Bəli, ağırlaşa bilər. Pozitsion paroksizmal baş gicəllənmə olanda, mən dediyim bu kristal sürüşməsinə bağlı olan, bu halda eşitmə zəifliyi olmur. Yəni ki, ona heç bir təsir göstərmir. Sadəcə bu vaxtında bu müalicəni eləməyəndə insan prosta bu depressiya halda yaşayır, yəni ki, çox narahat olur. Nə qədər tez bu canını qurtarsa bu xəstəlikdən, o qədər də yaxşıdır, özünə yaxşıdır. Amma belə. Aydındır doktor. Çox təşəkkür edirik bir daha studiyamıza gəldiyinizə görə, pasiyentlərin suallarını cavablandırdığınıza görə. Yenə də təkrar edirəm, Aqil doktorun qəbuluna yazılmaq istəyən pasiyentlərin nömrələrini və Instagram adresini və bütün ünvanların hamısını yerləşdirəcəyik. İstəyən pasiyentlər hamısı əvvəlcədən qəbula yazıla da bilər. Lor Hospitalda gəlib qeydiyyatdan keçib də həkimin qəbuluna düşə bilər. Eşitmə cihazları ilə maraqlanırsınızsa, bu xəstəliklər sizdə də var. Yanaşı olaraq da eşitmə zəifliyi yaşayırsınızsa, eşitmə cihazlarla da bağlı nə sualınız, test eləmək istəyirsinizsə, bütün əlaqə nömrələrini aşağıda qeyd edirik. Siz də zəng edib əlaqə saxlaya bilərsiniz. Sizinlə mən idim Samir Bağırlı, eşitmə cihazları üzrə mütəxəssis. Gələn videolarda görüşərik. Sağ olun doktor. Təşəkkür. Sağ olun.